Bir çoxunun sevmədiyi o görüntü, o mənzərə, odun sobası, odun peçi və onun üzərində hazırlanan gözəl nemətlərimiz, yeməklər. Bugün axşama, iftara odun peçində hazırladığımız yeməklərin açacağıq inşallah. Bilirəm bir çoxsu bunu sevmir, hətta buna görə məni bir neçəniz qınadı. Niyə odun yandırırsınız? Siz hansı tərəfdə, hansı bölgədə yaşayırsınız? İndi belə həyat yaşayan var. Çox qınaq aldım bu video ilə bağlı. Amma mən bu görüntünü çox sevirəm. Burada hazırlanan yeməklər də çox sevirəm, çox ləzzətli olur. Bilirəm bir neçəmizin uşaqlığına götürəcək bu görüntü. Soyuq qış havalarında içimizi isidən görüntü. Mənə bu görüntü, bu mənzərə heç yad deyil. Uşaqlığım illərimə götürən, hər kəsin bir arada olduğu illərə götürən mənzərədir. Dərsdən qaça-qaça gələrdik, qarnımız ac. Anam görəsən bizim üçün nə hazırlayıb. Qışın soyuq günlərində evimizdə odun peçi, ətrafında isə biz. Üzərində qaynayan isti çay və kartof. Bizim uşaqlığımız bu cür keçib, bu cür böyümüşük. Heç də mənə yad deyil. Uşaqlıq illərimi yaşayıram, yenidən deyərdim. Bilirəm ki, siz də yaşamısınız, çoxumuz yaşamışıq. Amma nəysə ki, keçmişimizi unuduruq. Heç vaxt demək istəmirik. Bu utandırılacaq bir şey deyil ya da utanacaq bir görüntü deyil. Anam xəmiri yoğurardı. Çörək yetişməzdi təndirdə bişmək üçün. Bizim də qarnımız çox ac. Odun peçinin üzərini anam gözəlcə silərdi, üzərində bişirərdi, xəmiri yayardı. Acıtmalı deyirdik bizim tərəfdə, ucar zonasında. Qalan yerlərdə fətir deyirlər, səhv eləmirəmsə. Əgər bu haqda bilginiz, fikriniz varsa, yaşamısınızsa belə bir şeyləri mütləq fikirlərinizi mənimlə bölüşərsiniz. Onun dadı hələ də mənim damağımdadır. Odun sobamız balkonda olduğu üçün bunu hər gün yandırmırıq. Canımız istəyəndə kartof atırıq, üzərinə yuxa hazırlayıb yeyirik. Neçə vaxtı canım istəyirdi. Anama dedim, bugün iftara gəl belə bir şey hazırlayaq, kartof qoyaq, biber, yuxa hazırlayaq, yeyək. İftarımız bugün belə olsun. Onun da tam sevdiyi, dedi olsun, bu günlərini belə hazırlayaq. İnanın ki, buradan onun dadını sizə ötürə bilsəm, o qədər ləzzətli, o qədər gözəl olur ki, həyatınızda bir dəfə də olsun dadına baxın deyərim, nəsib olsun, kənd həyatına geçsəniz, kəndə geçsəniz, mütləq yeyin deyərdim. Qaynanam öz əlləri ilə hazırladığı yuxanın arasına kərə yağını çəkərək odun sobasının üzərində o tərəfini, bu tərəfini qızardır. Qızardıqdan sonra isti-isti arasına kartof qoyuruq, biber qoyuruq. Bu arada biber şirindir, acı deyil. İzləyicilərim, çoxunuz yazırsınız ki, o acı biber necə yeyirsiniz? Bu şirin biberdir. O qədər gözəl olur ki, bir gün yolunuz bizim tərəflərə, bu tərəflərə rast gəlsə, düşsə Türkiyəyə, mütləq sizə belə bir qonaqlıq verəcəm. Buna söz verirəm. Məni qınayanlar, onda dadının ləzzətini görərsiniz ki, mən necə deyirəm, necə ləzzətli və necə gözəl olur. Bu arada göz haqqınızı halal edin. Hər kəsin Allah tutduğu orucu, ibadətlərini qəbul etsin. İftarlarımız, sahurlarımız bol, ruzu, bərəkətli olsun. Hələlik özünüzə yaxşı baxın. Bəs siz nə hazırlayırsınız iftara?